Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 23-cü günü hamımız üçün mübarək olsun. Allah bizləri bu ayın hörmətinə bağışlasın. İmam Hüseyin aleyhissalam nəql edir ki, təəccüb edirəm o insanlara ki, cisimlərinin qəzası üçün, cisimlərinin yeməyi üçün fikir edirlər. Fikir edirlər ki, bu günlər hansı yeməyi yesək, bədənimiz yaxşı olar, keyfimiz yaxşı olar, bədənimizin gücü nə qədər olar, amma öz ruhlarının yüksəkliyi üçün, öz ruhlarının zirvəsi üçün heç bir zəhmət çəkmirlər. Fikir etmirlər ki, insan bir yeməyi yersə, bir neçə dəqiqə, bir neçə saniyədən sonra o yemək insanın bədənini tərk edir və zibil halətində insandan xaric olur. Amma insanın ruhu təqviyyət olunarsa, ruha diqqət olunarsa, o ruh Allahın zirvəsini qazanar, Allahı dərk edər və bir məqamı tapar. Allah bizləri inşallah ki, ruhun gözəlliyinə diqqət edən şəxslərdən qərar versin inşallah. Xanım Fatimə Zəhra salamullah əleyha nəql edir ki, Allah Taala sele rəhmi qərar verdi. Ona görə ki, insan qohumlarını, yaxınlarını yad edə, onların ziyarətinə gedə və onlara yaxşılıq göstərə, yaxşılıq edə. Əgər bir insan bu əmələ əməl edərsə, Allah Taala onun ömrünü uzun edər, onun ömrünə bərəkət verər və Allah yanında onun ömrü uzadılar. Xəbərlər üç cürdür. Bu xəbərlərə diqqət etmək lazımdır. Məxsusən də bu son zamanlar bu yalancı xəbərlər insanları məhv edir. O xəbərlərdən biri deyirlər ki, şeytani xəbərdir. Yəni o şeytani xəbərlər nələrdir? Televizorlarda danışanlar, internetdə, telefonda danışılanlar və insanların zehnində yalan xəbərləri yayanlardır. Məsələn, birdən görürsən ki, telefonda ya televizorda bir yalan məlumat verirlər, hamını şübhəyə salırlar. Hamı şübhə içində olur ki, filan kəs belədir, filan kəsin haqqı bu cürdür, filanın işləri bu cür oldu. Yalan məlumatlarla insanların beynini xarab edirlər. Bunlara deyirlər xəbər şeytani, şeytani xəbərlər. İnsanın özünün xəbəri olmadan o insanın haqqına girib, o insanı zəlil etməyə çalışanlardır. Üçüncü, cəmaatın xəbəri. Yəni, bəzi insanlar haqqında yalan məlumatlar verirlər və yalan məlumatları cəmaat içində yayırlar və insanlar da bunu təhqiq etmədən kimlərinsə haqqına girirlər. Bu işlərdən qorxmaq lazımdır. Bu işlərdən çəkinmək lazımdır ki, bir insanın haqqında yalan məlumatı yaymaqlığın özü Allah yolunda ən böyük günahdır. Allah vədə verib ki, vəylun likulli humazatəl lumazah. Vay olsun o kəslərin halına ki, kimlərin haqqında yalandan danışırlar, bəhanələr uydururlar və həmin insanları gözdən salıb zəlil etmək üçün. Amma düşünmürlər ki, Allah Taala o insanları qoruyur və o insanları öz pənahında saxlayır. Amma üçüncü xəbər ən gözəl bir xəbərdir ki, ilahi xəbər. Allah, Peyğəmbər və övliyaların yaydığı xəbərlər. Məsələn, Peyğəmbər aleyhissalam hədis nəql edib ki, bizdən sonra 12 imam gələcək. Məsələn, Həzrət Əmirəl-Müminin salamun əleyh buyurubdur ki, axırıncı imam bizim sülbümüzdəndir. Ya Allah Taala Quranda xəbərlər verib, qiyamət xəbəri, bəla xəbərləri, gözəllik xəbərləri. Bunlar demək ən gözəl xəbərlərdir ki, insanlara tövsiyə olunur ki, o iki əvvəl xəbərə əhəmiyyət yox, amma üçüncü Allah, Peyğəmbər, alim, ilahi bir şəxslər dediyi xəbərlərə diqqət edib onları qəbul etməkdir. Amma orucluğun bir hökmü,
Əgər bir insan boynunda Ramazan ayının qəzası vardısa, insan edə bilməz ki, müstəhəb bu oruçdan istifadə etsin. Əgər insanın boynunda qəza orucu vardısa, o insan müstəhəb oruç tutursa, onun orucu qəbul olunmur. Yaxşıdır ki, insan boynundakı Allahın təkliflərini ödəyə, ondan sonra müstəhəb bir oruç tutar. Allah bizləri bağışla, ata, ana, nənə, babalarımızı, boynumuzda haqqı olanları bağışla, şəhid balalarımızın ruhunu şad elə, əskərlərimizi qoru, qazilərimizə şəfa inat elə, onların sıxıntılarını həll elə, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunu təzil elə və ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar elə inşallah və cəmi xəstələrimizə şəfa inat elə. Allahümmə əccil vəlikəl fərəc və salli ələ Muhammed və ali Muhammed. Və səlamu aleykum və rəhmətullahi və bərəkətuh.